Salam, hər vaxtınız xeyir olsun. Bugün iyun ayının 24-ü, saatlarımız 10:00 göstərirsə, deməli TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Şimali Kipr Türk Cumhuriyyəti Parlamentinin sədri Ziya Öztürklər Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Şimali Kipr Cumhuriyyətinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı konfransının 20-ci sessiyasında iştirak edəcək. İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibov Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı konfransının 20-ci sessiyasında iştirak edəcək. Məsud Pezeşkiyan Pakistanda İslam ölkələrinə çağırış edib. İslam ölkələrinin birliyi ixtilaflara qarşı mübarizənin ən təsirli yoludur. İRİB-ə istinadən verilən xəbərə görə bunu İran prezidenti Məsud Pezeşkiyan Pakistanın baş naziri Şahbaz Şəriflə görüşdə deyib. Onun sözlərinə görə İran və Pakistan arasındakı münasibətlər praktikada möhkəmləndirilməlidir. Şərif isə bildirib ki, İran prezidentinin səfəri bütün dünyaya Tehran və İslamabad arasında qarşılıqlı etimadın aydın mesajını göndərir. İran və Pakistan arasında ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmaq lazımdır deyə bildirib. Regionda davamlı sülh, sabitlik və inkişaf yalnız açıq dialoq, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq yolu ilə təmin edilə bilər. Bunu İran prezidenti Məsud Pezeşkiyan Pakistanın baş naziri Şahbaz Şəriflə görüşündə deyib. İran yeni regional təhlükəsizlik çərçivəsi qurmaq üçün Pakistana dostluq əlini uzatmağa hazırdır deyə o bildirib. Pezeşkiyan həmçinin sülh prosesinin dəstəklənməsində Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin rolunu da yüksək qiymətləndirib. Pakistanın baş naziri Şahbaz isə öz çıxışında Pezeşkiyanın uzaqgörən rəhbərliyini tərifləyib və anlaşma memorandumunun imzalanmasını alqışlayaraq bunun regionda yeni sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacağına ümid etdiyini bildirib. Bu razılaşma bütün region üçün sülh, sabitlik və rifahın yeni erasına yol açacaq. Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazında qalmış 11 mindən çox dənizçinin təxliyə planının icrasına başlayıb. Bu barədə təşkilatın baş naziri Arsenio Dominguez'in İMO'nun saytındakı bəyanatında bildirib. Onun sözlərinə görə geniş miqyaslı təxliyə əməliyyatı İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dəniz sənayesi nümayəndələri ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək. O qeyd edib ki, artıq zəruri təhlükəsizlik zəmanətləri alınıb və bu əməliyyatın icrasına başlamağa imkan verir. Baş katib vurğulayıb ki, ABŞ və İran arasında sazişin imzalanmasından sonra dəniz təhlükəsizliyinin bərpası üzrə yeni mərhələ başlayır. Onun sözlərinə görə sənəd mülki gəmiçiliyə hücumların dayandırılması və regionda vəziyyətin sabitləşməsi istiqamətində həlledici addım olub. Livanda atəşkəs barədə danışıqlar İranla diplomatik prosesdən ayrı aparılacaq. Əl-Cəzirəyə istinadən verilən xəbərə görə bu barədə ABŞ-nin dövlət katibi Marco Rubio Əbu Dabiyə çatdıqdan sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə Livan suveren dövlət olduğu üçün bu proses müstəqil xarakter daşır. Bu proses ayrıdır. Çünki Livan suveren bir ölkədir. Onun hökuməti var və o söhbəti Livandan və ölkə daxilində baş verənlərdən gedəndə biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacaq deyə
Rubio qeyd edib. O əlavə edib ki, Livandakı vəziyyətdə İranın rolu məsələsi Tehranla təmaslar çərçivəsində, xüsusən də Hizbullaha dəstək kontekstində ayrı müzakirə olunacaq. Livanla bağlı İran aspekti də var. Bu, onların Hizbullahı dəstəkləməsi və maliyyələşdirməsidir. Bu amil İranlılara danışıqlarımızda müzakirə ediləcək. Lakin Livanın gələcəyi özünün suveren seçilmiş hökuməti vasitəsilə Livan xalqına məxsusdur və biz məhz onunla işləyəcəyik, deyə ABŞ-nin dövlət katibi vurğulayıb. İran ABŞ ilə sövdələşmə çərçivəsində gəmilərin Hörmüz boğazından keçməsi üçün ödəniş ala bilməyəcək. The Times of Israel istinadən verilən xəbərə görə bu barədə ABŞ dövlət katibi Marco Rubio Əbu Dabiyə çatdıqdan sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə bu cür şərtlər beynəlxalq hüquq normalarına zidd olardı. Daha əvvəl Oman və İran Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, o cümlədən bu strateji əhəmiyyətli marşrutda dəniz xidmətləri və onlarla bağlı xərclər məsələsi üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Maskatda keçirilən danışıqlardan sonra dərc olunan birgə bəyanatda hər iki ölkə müzakirələri davam etdirmək üçün İki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə birgə işçi qrupunun yaradılacağını bildirib. Həmçinin qeyd olunub ki, Oman və İran bu məsələ ilə bağlı digər sahilyanı dövlətlər və maraqlı tərəflərlə də məsləhətləşmələr aparacaq. ABŞ Senatı İranla bağlı mühüm qərar qəbul edib. Sənəd Senatda çox cüzi səs fərqi ilə təsdiqlənib. ABŞ Konqresinin Senatı İranla müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni qəbul edib. Sənədin lehinə 50 senator, əleyhinə isə 48 senator səs verib. Qətnamə ABŞ-nin İranla bağlı hərbi fəaliyyətinin məhdudlaşdırılmasını və münaqişənin genişlənməsinin qarşısının alınmasını nəzərdə tutur. ABŞ Konqresindəki demokrat senatorlar prezident Donald Trump'ın təsviri olan $250 əskinas layihəsinin büdcə xərclərinin auditini tələb ediblər. Bu barədə Axios portalına istinadən məlumat yayılıb. Qeyd olunub ki, demokratlar ABŞ Maliyyə Nazirliyinin baş müfəttiş ofisinə qanunsuz $250 əskinas adlandırdıqları layihənin maliyyələşdirilməsini araşdırmaq üçün sorğu göndəriblər. Nəşrin qeyd etdiyi kimi, ABŞ qanunları əskinaslarda və dövlət qiymətli kağızlarında sağ qalan insanların təsvirlərinin istifadəsini qadağan edir. Yalnız vəfat etmiş şəxslərin portretlərinə icazə verilir. Senatorların məktubunda deyilir ki, qiymətlərin artması fonunda Amerika hakimiyyəti demokratların prezidentin şəxsi ambisiyaları ilə əlaqəli olduğuna inandığı bir layihəyə dövlət vəsaitlərini xərcləməkdənsə iqtisadi problemlərin həllinə diqqət yetirməlidir. ABŞ Maliyyə Naziri Scott Bessent daha əvvəl bildirib ki, administrasiya Konqresin təsdiqi olmadan Donald Trump'ın təsviri olan $250 əskinas buraxmaq istəməyəcək. Əgər bu baş verərsə, Trump 150 il ərzində sağ ikən ABŞ əskinaslarında görünən ilk şəxs olacaq. ABŞ prezidenti Donald Trump'ın iyulun 7-8-də Ankara'da keçiriləcək NATO sammitində iştiraki alyansın gələcəyi üçün həlledici məqam kimi qiymətləndirilir. Britaniya mətbuatının yazdığına görə Trump bu qərarı yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə görə verib. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın sözlərinə görə məhz Ankaranın vasitəçiliyi və Ərdoğanın rolu Trump'ın sammitdə iştirakını mümkün edib. Fidan qeyd edib ki, Avropa və ABŞ-nin alyansın gələcəyinə dair baxışlarının toqquşduğu bir vaxtda Trump'ın iştirakı olmadan problemlərin həlli qeyri-mümkündür. ABŞ ilə Avropa müttəfiqləri arasında isə gərginlik artmaqdadır. Pentaqonun rəhbəri Pete Hegseth'in açıqlamasına görə Vaşinqton Avropa ölkələrindən
müdafiə xərclərini ümumdaxili məhsulun 5%-nə çatdırmağı tələb edir. Əks təqdirdə ABŞ Avropadakı hərbi varlığını və NATO büdcəsinə töhfəsini yenidən nəzərdən keçirəcək. Trumpın Hörmüz boğazındakı böhran zamanı Avropanın dəstək verməməsinə görə onları qorxaq, alyansı isə kağızdan pələng adlandırması gərginliyi pik həddə çatdırıb. Avropalı siyasətçilər isə Vaşinqtonun hərbi varlığını azaltmaq və ya alyansın özünü şübhə altına almaq cəhdini qitədə təhlükəsizlik böhranı yaratdığını düşünürlər. Ankara-Vaşinqton xətti isə daha pozitiv bir məcrada irəliləyir. Türkiyə artıq NATO'nun 2%lik hədəfini aşaraq 2,3%-ə çatıb və 2035-ci ilədək bu rəqəm 5%-ə çatdırmağı planlaşdırırlar. Erdoğanla Trump arasında isti əlaqələr ABŞ-nin digər Avropa liderləri ilə münasibətlərindən kəskin fərqlənir. Hətta S-400 böhranı və digər diplomatik maneələr belə bu şəxsi dialoqun qarşısını kəsə bilməyib. Keçmiş Türk diplomatı bildirib ki, Trump Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışsa da, Obamanın dövründən qalan problemlər buna mane olurdu. Lakin hazırda Suriya bölgəsi hər iki ölkənin maraqlarının kəsişdiyi məkana çevrilib. Afrika və Ukrayna məsələlərində də koordinasiyalı fəaliyyət müşahidə olunur. Analitiklər hesab edir ki, Ankaradakı sammit alyans üçün bir dönüş nöqtəsi olacaq və Erdoğan-Trump faktoru ABŞ-Türkiyə münasibətlərini pozitiv əməkdaşlıq fazasında saxlamağa davam edir. F-35 proqramına qayıdış və S-400 sistemlərinin taleyi kimi hələ də həllini gözləyən texniki problemlər isə qalmaqdadır. Oman BMT-nin Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiyalı şəkildə Hörmüz boğazında gəmilər üçün müvəqqəti rüsumsuz tranzit dəhlizi açıb. Bu barədə Sultanlığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu addım ABŞ və İran arasında əldə edilən razılaşmalara uyğun olaraq atılıb. Yeni marşrut vasitəsilə boğazdan keçmək istəyən gəmilər öz hərəkətlərini təşkilat və Oman tərəfi ilə əlaqələndirməlidir. Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsonia Dominguez bundan əvvəl təşkilatın İran, Oman və ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində yaxın şərqdə ilişib qalmış 11 mindən çox dənizçinin təxliyəsinə başlayacağını açıqlamışdı. O qeyd etmişdi ki, münaqişə nəticəsində 14 dənizçi həlak olub. Neftin qiyməti 2 martdan bəri ilk dəfə 76 dollardan aşağı düşüb. Londonun ICE birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün Brent markalı xam neftin füçerslərinin qiyməti 2 mart 2026-cı ildən bəri ilk dəfə olaraq barel üçün 76 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 07:01-ə olan məlumata görə Brent markalı neftin qiyməti 1,48% azalaraq barel üçün 75,94 dollar təşkil edib. Bakı vaxtı ilə saat 07:06 olan məlumata görə Brent markalı neftin qiyməti enişini yavaşladıb və bir barel üçün 76,23 dollardan ticarət olunub. Bu da təxminən 1,1% azalma deməkdir. Bu arada 2026-cı ilin avqust ayında çatdırılma üçün xam neftin füçerslərinin qiyməti 2,7% azalaraq bir barel üçün 72,33 dollar olub. Elon Musk trilyonçu statusunu itirib. SpaceX şirkətinin qurucusu olan Elon Musk'ın sərvəti 1 trilyon dollardan aşağı düşərək 957 milyard dollar təşkil edib. Bu Bloomberg agentliyi tərəfindən dərc edilən və xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanan Bloomberg Billionaires indeksindən irəli gəlir. Son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub. 12 iyunda Musk SpaceX şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Beləliklə, o təxminən 2 həftə ərzində trilyonçu statusunu qoruyub saxlamağı bacarıb.
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək. Yeni neyron şəbəkələri yaxın aylarda istənilən müdafiəyə müdaxilə etmə imkanına malikdir. Bu barədə The Guardian qəzeti Five Eyes Kəşfiyyat Alyansının xəbərdarlığına istinadən məlumat yayıb. Alyansa ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. Qərb təşkilat orqanları yeni süni intellekt modellərinin təcili kiber təhdid yaratdığını və biznes üçün böyük risk hesab edilməli olduğunu bildirib. Süni intellekt təkcə şirkətlərin müdafiəsini yaxşılaşdırmağı deyil, həm də kiber təhdidləri miqyaslandırmağı, sürətləndirməyi və getdikcə daha da mürəkkəbləşdirməyi öyrənir. Nəşrin qeyd etdiyi kimi ittifaq üzvləri adətən çox nadir hallarda açıq bəyanatlar verirlər. Bu xəbərdarlıq ABŞ administrasiyası və eləcə də Ansorik şirkətinə xarici istifadəçilərin ən güclü süni intellekt modellərinə Fable 5 və Myhos 5-ə girişini bloklamağı əmr etdikdən sonra gəlib. Qeyd edək ki, inkişaf etmiş süni intellekt modeli nəzarətli təhlükəsizlik qiymətləndirilməsi zamanı ABŞ-nin ən yüksək səviyyəli və nüfuzlu kəşfiyyat orqanlarından biri olan Milli Təhlükəsizlik Agentliyinin demək olar ki, bütün məxfi sistemlərini cəmi bir neçə saat ərzində sındıra bilib. Belə ki, model sadəcə müəyyən edilmiş problemləri həll etmək üçün kod bazasını təhlil edib və nəticədə əvvəllər məlum olmayan bir neçə kiçik səhvi aşkarlayıb. Tam miqyaslı hücum müdaxiləsi də baş verməyib. Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid etdiyini açıqlayıb. Ermənistan Xarici İşlər Nazirinin müavini Vahan Konstanyan Brüsseldə xarici jurnalistlərlə görüşdə ölkəsinin qonşu dövlətlərlə sərhədlərin açılmasını gözlədiyini bildirib. Onun sözlərinə görə bu prosesin reallaşması Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya regionu arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yarada bilər. Konstanyan qeyd edib ki, regional əlaqələrin bərpası və kommunikasiyaların açılması bütün bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq. Ermənistanda siyasi şərhçi Suren Suryants baş nazir Nikol Paşinyanın üçbaşlı müharibə partiyası barədə açıqlamasını sərt şəkildə tənqid edib. Suryantsın sözlərinə görə Paşinyan bu ritorikası ilə ölkəni çətin vəziyyətə salıb və Azərbaycanın gələcək danışıqlarında bundan əlavə arqument kimi istifadə etməsi riskini yaradıb. Politolog bildirib ki, müxalifətə səs verən təxminən 500 min Ermənistan vətəndaşının dolayısıyla müharibə tərəfdarı kimi təqdim olunması yanlış bir yanaşmadır. Onun fikrincə bu gələcəkdə Azərbaycan tərəfinin Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülh istəmədiyini iddia etməsinə zəmin yarada bilər. Suryans həmçinin bildirib ki, Bakı tərəfindən Ermənistan konstitusiyasının dəyişdirilməsi və referendum keçirilməsi ilə bağlı irəli sürülən tələblərin yerinə yetirilməsi üçün Paşinyan artıq siyasi meydanı təmizləməyə və özünə uyğun olmayan seçici qruplarını kənarlaşdırmağa başlayıb. İyunun 24-ünə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının enerji infrastrukturuna təşkil etdiyi kütləvi hücum nəticəsində Sevastopol şəhəri tamamilə elektrik enerjisiz qalıb. Bu barədə Rusiyanın şəhərə təyin etdiyi qubernator Mixail Razvojayev məlumat verib. Obyektlərdə xüsusi rejim tətbiq edilib. Mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası üçün mümkün olan hər şeyi edirlər deyə o bildirib. Bizi işığın olmaması ilə qorxuda bilməzlər. Biz bundan da çətin günlər görmüşük. İndi də dözəcəyik deyə o əlavə edib. Razvojayev daha əvvəl Sevastopol səmasında 9 pilotsuz təyyarənin vurulduğunu bəyan edib. Ukraynanın monitoring kanalı isə zərbənin əsasən istilik elektrik stansiyasına endirildiyini yazır.
və yarımada da elektrik enerjisinin kəsilməsini bununla əlaqələndirir. Monitorinq qruplarının məlumatına görə gecə boyu Krımda güclü partlayış səsləri eşidilib. İddia olunur ki, hücumların əsas hədəfi Sevastopolda yerləşən və yarımadanın əsas elektrik stansiyalarından biri sayılan Balaklav İstilik elektrik stansiyası olub. Sevastopoldan başqa bu gecə Baxçasaray, Kerç və Rusiya Aerokosmik Qüvvələrinin Radiotexniki Batalyonunun radiolokasiya stansiyasının yerləşdiyi Ay-Petri dağı yaxınlığında da partlayışlar qeydə alınıb. O da bildirilir ki, iyunun 23-ü axşam saatlarında da ilhaq edilmiş yarımadanın rəhbərinin müşaviri Oleg Kryuchkov Krımda profilaktik məqsədi ilə fasiləli elektrik kəsintiləri qrafikinin tətbiq olunacağını elan etmişdi. İlkin məlumatlara görə hazırda yarımada ərazisinin təxminən yarısı işıqsız qalıb. Volodymyr Zelenski Polşada keçiriləcək Ukraynanın bərpasına həsr olunan beynəlxalq konfransda iştirak etməyəcək. Bu barədə Polşanın Polsat News nəşri məlumat yayıb. Bildirilir ki, iyunun 25-26-sında Qdansk şəhərində keçiriləcək tədbirdə Ukraynanı prezident deyil, ölkənin baş naziri Yuliya Sviridenko təmsil edəcək. Nəşr qeyd edir ki, Zelenskinin konfransa qatılmaması Varşava ilə Kiyev arasında yaranan fikir ayrılıqları fonunda baş verir. Yuliya Sviridenko da Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcəyini təsdiqləyib. Qeyd edək ki, Qdanskda keçirilən konfrans Ukraynanın müharibədən sonraki bərpası, investisiya imkanları və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunub. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə sülh danışıqlarına başlamağa hazırdır. Bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb. Dəfələrlə qeyd etdiyimiz kimi Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Bu danışıqlar vaxtilə İstanbulda əldə olunan razılaşmalara, Ankara'da müzakirə edilən yanaşmalara və ən əsası mövcud reallıqlara əsaslanmalıdır. Həmçinin bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı səsləndirdiyim prinsiplərdə nəzərə alınmalıdır deyə Putin bildirib. Xatırladaq ki, İstanbul razılaşmaları 2022-ci ilin yazında hazırlanıb. Həmin sənəd layihəsinə əsasən Ukrayna NATO-ya üzvlükdən imtina edir və ordusunun sayını məhdudlaşdırır. Bunun müqabilində isə təhlükəsizlik zəmanətləri alırdı. Krım faktiki olaraq Rusiyanın nəzarətində qalır. Donbasın işğal olunan hissələrinin taleyi də sonradan Putinlə Ukrayna prezidenti Volodymyr Zelenski arasında aparılacaq danışıqlarda həll edilməli idi. Qeyd edək ki, 2022-ci ildə İstanbulda keçirilən danışıqlar Rusiyanın sonradan 4 Ukrayna vilayətinin ilhaqını elan etməsindən əvvəl baş tutub. Son bir ildə Moskva Kiyevi Ankoriç əsasında danışıqlara çağırıb. Bununla Rusiya tərəfi Putinin və ABŞ prezidenti Donald Trump'ın Alyaskada keçirdiyi görüşü nəzərdə tutur. Moskvanın şərhinə görə həmin görüşdə ABŞ faktiki olaraq Moskvanın nəzarət etdiyi bölgələrin Rusiyaya məxsus olması ilə bağlı mövqeyini qəbul edib. Kiyev isə danışıqların başlaması üçün ilk növbədə atəşkəs elan olunmasını istəyib və Donbasın Rusiyaya verilməsi ehtimalını qəti şəkildə rədd edib. Rusiyanın bir sıra regionlarında benzin və dizel yanacağının satışına məhdudiyyətlər tətbiq edilib. Bu barədə ilk məlumatı Tümen vilayətinin qubernatoru Aleksandr Mor verib. Onun sözlərinə görə Gazprom neft yanacaq doldurma məntəqələrində bir avtomobilə maksimum 40 litr benzin satılacaq. Dizel yanacağı üçün limit yaşayış məntəqələrində 80 litr, magistral yollarda isə 200 litr müəyyən edilib. Kanistrlərə yanacaq doldurulması qadağan olunur. Mor bildirib ki, bu tədbirlər yanacağa süni tələbatın
qarşısını almaq və təchizatda mümkün fasilələrin yaranmaması məqsədi ilə həyata keçirilir. O həmçinin xatırladıb ki, ötən həftə Ukrayna sərhəddindən təxminən 2000 kilometr məsafədə yerləşən Tümen neft emalı zavodu pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Bununla belə zavodun zədələnməsi barədə rəsmi məlumat verilməyib. Oxşar məhdudiyyətlər Rusiyanın əsas neft hasilatı regionu sayılan Xanti-Mansi Muxtar dairəsində də tətbiq edilib. Yerli sakinlərin sözlərinə görə Gazprom neft yanacaq doldurma məntəqələrində bir nəfərə 40 litrdən artıq benzin və 80 litrdən çox dizel yanacağı satılmır. Yanacaq yalnız avtomobilin çəninə və əvvəlcədən ödəniş əsasında verilib. Qonşu Tomsk vilayətinin Strejeyov şəhərində də analoji qaydalar qüvvəyə minib. Şəhər meri Valeri Denichenko bildirib ki, məqsəd yanacağın iri həcmdə digər regionlara daşınmasının qarşısını almaqdır. Yanacaq satışına məhdudiyyətlər Novorossiysk, Saratov, Penza, Voronezh, Vladimir, İrkutsk və Omsk vilayətlərində, həmçinin Krasnoyarsk diyarı və Şimali Osetiyada da tətbiq edilib. İyunun 21-də Kerç boğazındakı liman logistika qovşağında hücumlardan sonra Krımda benzin satışı müvəqqəti olaraq tam dayandırılıb. Məlumatlara görə iyun ayından etibarən Rusiyanın bir çox regionlarında yanacaq çatışmazlığı müşahidə olunur. Bunun əsas səbəblərindən biri kimi Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr göstərilir. Qeyd olunur ki, bu hücumlar Rusiyanın mərkəzi hissəsində yerləşən bir sıra iri neft emalı zavodlarının fəaliyyətinin dayanmasına səbəb olub. Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Kukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatasakyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunmaları məqsədi ilə vəkillərlə təmin edilib. Məhkəmə iclasında zərər çəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinç Qasımova iştirak ediblər. Əvvəlcə müdafiə çıxışını davam etdirmək üçün söz təqsirləndirilən Levon Mnatasakyana verilib. O bir həftə əvvəl keçirilmiş məhkəmə iclasında başladığı müdafiə çıxışını davam etdirərək fikirlərini səsləndirib. İttiham tərəfinin təqdim etdiyi video materialın və istinad etdiyi faktların məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edib. O özünə qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib. Daha sonra təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin apellyasiya şikayəti verdiyini və həmin şikayəti dəstəklədiyini bildirib. Ardınca çıxış edən Erik Qazaryan özünü təqsirli hesab etmədiyini qeyd edib və müdafiəçisinin səsləndirdiyi mövqeyi təsdiqləyib. Sonra təqsirləndirilən Qarik Martirasyanın vəkili də çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir. Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Martirasyanın cəzasının yüngülləşməsini və bəzi maddələrin ittihamdan xaric olunmasını xahiş edib. Sonra təqsirləndirilən Qarik Martirasyan da çıxış edib, o özünü təqsirli
bilmədiyini deyib. Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarını qoruduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Təqsirləndirilən Levon Balayan müdafiəçisinin çıxışı ilə razılaşdığını deyib. Gurgen Stepanyanın da hüquqlarını müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Gurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib. Məhkəmənin növbəti iclası iyunun 30-unda keçiriləcək. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən həmin şəxslər azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, David Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Gurgen Stepanyan və Erik Kazaryanyan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Rusiya sanksiyalardan yayınmaq, təbii sərvətləri talan etmək və Ukraynaya qarşı müharibə üçün muzlu əskərlər cəlb etmək üçün Afrika ölkələrindən istifadə edir. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çerinyak Kiyev Postda müsahibəsində deyib. O qeyd edib ki, Afrikada 50-dən çox ölkə BMT-nin üzvüdür. Bu da Rusiya üçün əhəmiyyətli bir səs bankıdır. Bununla Kreml beynəlxalq səhnədə sözdə müxalifət bloku və Rusiyanın nüfuzlu qlobal güc olaraq qalması illüziyası yarada, eləcə də sözdə çox qütblü dünya hekayəsini təbliğ edə bilər. Bundan əlavə Rusiya qiymətli təbii sərvətlərə, qızıl, brilyant, uran və neftə çıxış əldə edir. Xüsusilə təcavüzkar ölkə ehtiyatlarla zəngin sahil bölgəsinə də maraqlıdır. iyun gecəsi enerji infrastrukturuna edilən kütləvi dron hücumu nəticəsində Rusiyanın işğal altında olan Sevastopol şəhəri tamamilə elektrik enerjisiz qalıb. Şahid və monitorinq qruplarının məlumatına görə gecə boyunca Krımda bir sıra güclü partlayış səsləri eşidilib. Düşmənin enerji infrastrukturlarımıza hücumu nəticəsində şəhər müvəqqəti olaraq elektrik enerjisiz qalıb deyə məlumatda bildirilib. Rusiya hakimiyyətinin nümayəndəsi ictimaiyyəti sakitləşdirməyə çalışır və eyni zamanda onları telefon batareyalarına qənaət etməyə çağırıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ni Ankoriç ruhu adlandırılan razılaşma konsepsiyasına xəyanətdə ittiham ediblər. Bu barədə Reuters agentliyi məlumat yayıb. Bildirilir ki, son 3 gün ərzində Rusiya rəhbərliyində təmsil olunan bir neçə yüksək vəzifəli şəxs ötən ilin avqustunda Donald Trump ilə Vladimir Putin arasında Alyaskada keçirilən görüş zamanı əldə etdiyi iddia olunan öhdəliklərdən Vaşinqtonun geri çəkildiyini bəyan edib. Ankoriç ruhu və ya Ankoriç razılaşmaları ifadəsi uzun müddət Rusiya diplomatiyasında Moskvanın Ukrayna ilə bağlı gözləntilərinin simvolu kimi təqdim olunurdu. Kreml bu anlayışla Trump administrasiyasının əsas şərt kimi Donbasın tam şəkildə Rusiyanın nəzarətə keçməsini dəstəklədiyi görüntüsünü yaratmağa çalışırdı. ABŞ isə belə bir razılaşmanın mövcudluğunu heç vaxt rəsmi şəkildə təsdiqləməyib. Nəşr yazır ki, indi isə Rusiya tərəfi faktiki olaraq bu konsepsiyanın uğursuzluğunu etiraf edir. Yuri Uşakov bildirib ki, razılaşmalara yalnız Moskva sadiq qalıb. ABŞ isə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Onun sözlərinə görə Rusiya artıq həmin şərtlərin həyata keçəcəyini gözləmir və yalnız öz məqsədlərinə fokuslanır. Sergey Lavrov isə Alyaskadakı görüşü ABŞ-nin Ukrayna ordusunun yenidən silahlanması üçün vaxt qazanmağa yönəlmiş hiylə adlandırıb. Rusiya Xarici İşlər Nazirinin müavini Sergey
Ryabokov da Vaşinqtonun fundamental razılaşmalardan uzaqlaşdığını desə də, ABŞ ilə təmasların davam etdiriləcəyini vurğulayıb. Görürük ki, Vaşinqtonun kursu getdikcə ABŞ-nin ən yaxın Avropa müttəfiqləri, xüsusilə Böyük Britaniya və Fransanın həyata keçirdiyi sərt anti-Rusiya siyasətinə yaxınlaşır deyə Ryabokov bildirib. Beynəlxalq Böhran qrupunun analitiki Oleg Ignatovic hesab edir ki, bu açıqlamaların arxasında Kremlin ciddi məyusluğu dayanır. Onun fikrincə Moskva ABŞ-nin vasitəçi rolunu oynayaraq müharibənin Rusiya üçün əlverişli şərtlərlə başa çatmasında yardım edəcəyinə ümid edirdi. Lakin son aylarda Vaşinqtonun diqqəti başqa geosiyasi istiqamətlərə yönəlib. Avstraliyalı geoloqlar 2025-ci ildə ölkənin şimal-qərbində Pilbara bölgəsində kəşf edilmiş yer kürəsinin ən qədim kraterinin dəqiq yaşını müəyyən ediblər. Curtin Universitetinin mətbuat xidmətinə istinadən verilən məlumata görə strukturun diametri 40-45 kilometrdir və onun əmələ gəlməsi təxminən 3 milyard il əvvəl baş verib. Bu krateri yer kürəsinin ilk qitələrindən əmələ gələn arxey dövrünə aid ən qədim məlum obyektlərdən birinə çevirir. Professor Christopher Kirkland qeyd edib ki, yeni tarixləmə alimlərə krateri planetin erkən geoloji tarixinin qorunub saxlanılan bu tip yeganə mühüm yerüstü obyekt kimi nəzərdən keçirməyə imkan verir. Onun sözlərinə görə strukturun öyrənilməsi yer kürəsinin inkişafının ilk mərhələlərində formalaşmasına səbəb olan prosesləri aşkar etməyə kömək edə bilər. Yaşı müəyyən etmək üçün tədqiqatçılar geoloji proseslər haqqında məlumat saxlayan sabit kristallar olan sirkonları təhlil etdilər. Onların izotop tərkibini öyrənmək kraterin təxminən 3 milyard il əvvəl əmələ gəldiyini göstərdi. Alimlərin fikrincə əldə edilən nəticələr obyektin yaşını dəqiqləşdirir və onu gələcək geoloji tədqiqatlar üçün xüsusilə vacib hesab edirlər. Ebola virusunun Bundibugyo ştamının yayılması müşahidələrin ilk ay ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallara Operativ Reaksiya Departamentinin direktoru Abdurrahman Mahamud bildirib. Kongo hökumətinin məlumatına görə laboratoriya şəraitində təsdiqlənmiş 1048 Ebola yoluxması qeydə alınıb, 267 nəfər ölüb. İlk 250 ölüm epidemiyasının başlamasından cəmi 37 gün sonra qeydə alınıb. 2014-2016-cı illərdə Ebola epidemiyası zamanı eyni sayda ölüm 78 gün ərzində, 2018-2019-cu illərdə isə 130 gün ərzində qeydə alınmışdı. Kongoda yeni ştamın yayılması mayın əvvəlindən başlayıb. Hazırda ona qarşı nə peyvənd, nə də bir müalicə üsulu mövcuddur. Üstə hesab edir ki, peyvəndin hazırlanması 6 aydan 9 aya dək vaxt apara bilər. Vəziyyəti daha da çətinləşdirən amil xəstəliyin ölkənin silahlı münaqişənin davam etdiyi ərazilərdə yayılmasıdır. Yerli xəbərlərlə davam edirik. Naxçıvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Babək rayonunun Uzunoba kənd ərazisində qeydə alınıb. Belə ki, Mercedes markalı minik avtomobili ilə Hyundai markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 2007-ci il təvəllüdlü Kənan Rüstəmov, 2006-cı il təvəllüdlü Kamran Sadıqov və 1963-cü il təvəllüdlü Tamara Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublikası xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Gəncədə baş verən qəzada isə qəza ölümlə nəticələnib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü 2004-cü il təvəllüdlü Amin İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib. Bildirilir ki, vəfat edən şəxs kuryerdir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Son
Son dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib və bildirilir ki, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərib. Onların diqqətinin yayınmasına səbəb olur və ağır yol nəqliyyat hadisələrinə gətirib çıxara bilir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən aparılan profilaktik tədbirlərlə qeyd olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar tərtib edilib. Eyni zamanda bu cür qanunsuz hərəkətləri sosial şəbəkələrdə paylaşan sürücülər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar. Cari il ərzində Sumqayıt şəhərində bu istiqamətdə aparılan tədbirlər nəticəsində 196 belə sürücü barəsində inzibati protokol tərtib edilib. Sürücülərdən bir daha tələb olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmini məqsədi ilə nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən edilmiş tələblərə ciddi əməl etsinlər. Bu istiqamətdə profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək deyə məlumatda bildirilib. Yaz fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlığının verilməsi xüsusi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hava keçidləri tez-tez müşahidə olunur və sual doğurur. Bu vəziyyət nə dərəcədə normaldır və mövsümi dəyişikliklər çərçivəsində bu necə qiymətləndirilir? Bununla bağlı ekoloq Qorxmaz İbrahimli bildirib ki, hələ bu günlərdə yağışlı hava müşahidə olunacaq və bu da mövsüm üçün tam normaldır və narahatlığa heç bir əsas yoxdur. Yaxın günlərdə yay istiləri hiss olunacaq və daha sabit günəşli hava şəraiti formalaşacaq. Hazırda bəzi yerlərdə anormal istilər və ya uzun müddətli sərin yağıntılı hava ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin bu cür dəyişkənlik yazdan yaya keçid dövrü üçün xarakterikdir və iqlim keçidinin təbii gedişatı hesab olunur. Günəşli günlərin sayının artacağı gözlənilir və belə hava şəraitindən maksimum faydalanmaq tövsiyə olunur. Bu il yaz mövsümü bir qədər uzanıb. Sərin və yağıntılı keçdiyi üçün yay rejiminə keçid də nisbətən gecikmiş təsir bağışlayır. Əslində bu cür yağıntılı və sərin hava iyunun 22-sinə qədər davam edəcək deyə bildirilir. Lakin bir qədər uzanması da müşahidə olunur. Eyni zamanda çimərlik mövsümünün açılması ilə bağlı vəziyyət də xüsusi diqqət çəkir. İyun ayının ortalarında mövsüm rəsmən açılsa da, bəzi çimərliklərdə müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarlar verilib. Bütün hallarda qarşıdakı günlərdə temperaturun yüksəlməsi və daha isti hava şəraitinin formalaşması gözlənilir. Yayın tam mənada özünü göstərməsi ilə hava şəraiti də stabilləşəcək. Magistratura və doktoranturaya hərbi xidməti təxirə salmaq üçün qəbul olunanlar da ola bilər. Bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə magistraturaya qəbul imtahanları ölkədə keçirilən ən sadə qəbul imtahanlarından biri hesab olunur. O bildirib ki, magistraturaya qəbul zamanı namizədlərin informatika üzrə istifadəçi səviyyəsində bilikləri, xarici dil hazırlığı və məntiqi təfəkkürü də qiymətləndirilir. Müasir dünyada elmi fəaliyyətlə məşğul olmaq üçün iki əsas alət var: xarici dil və IT texnologiyaları. Bu alətlərlə işləməyi bacaran insanlar elmi fəaliyyətdə daha uğurlu olurlar. Əgər kimsə elmə marağının olduğunu deyir, lakin xarici dil öyrənmək və ya IT texnologiyalarını mənimsəmək istəmirsə, bu ciddi yanaşma sayıla bilməz. Sədrin sözlərinə görə imtahanın 3-cü mərhələsində namizədin məntiqi təfəkkürü yoxlanılır və bu keyfiyyət elmi araşdırmalar
aparmaq istəyən şəxslər üçün vacib hesab olunur. Magistraturaya qəbul imtahanlarında namizədlərə ən azı 2 dəfə iştirak imkanı yaradılır. Doktoranturaya qəbul prosesinə toxunan DİM sədri vurğulayıb ki, qurum yalnız xarici dil imtahanını təşkil edir. Elmi fəaliyyətlə məşğul olmaq və doktoranturaya qəbul olmaq istəyən şəxs xarici dil bilməlidir. Biz B2 səviyyəsində bilik tələb edirik və bu kifayət qədər sadə imtahandır. Namizəd istəsə bizim imtahanda iştirak etmədən beynəlxalq sertifikat da təqdim edə bilər. Həmin beynəlxalq imtahanların əksəriyyəti bizim imtahanlardan daha çətindir. Sədr doktoranturaya qəbul olmaq istəyənlərin motivasiyası ilə bağlı da diqqət çəkən bir məqama toxunub. Bu sahəyə gələnlərin hamısı doğrudanmı yalnız elmlə məşğul olmaq istəyən şəxslərdir? Yoxsa magistratura və ya doktoranturaya qəbul olunmaqla bir neçə il hərbi xidməti təxirə salmaq istəyənlər də var. Cəmiyyətimizdə belə hallar varmı? Bilmirəm. Bəlkə də yoxdur, deyə DİM sədri bildirib. Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Albert Ağarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində başlayan təmir işləri 25 iyun saat 23:00-dək davam edəcək və həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur. Azərbaycanda 2010-cu ildən başlayaraq bir çox beynəlxalq fənn olimpiadalarının qalibləri imtahansız olaraq istədikləri fakültələrə qəbul oluna bilirlər. Bu təhsil qanunvericiliyində nəzərdə tutulub. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məlikə Abbaszadə deyib. 2019-cu ildən etibarən ölkə fənn olimpiadalarının qalibləri də həmin fənn üzrə istədikləri ixtisasa imtahansız qəbul olunurlar. Eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazlardan yararlana bilərlər. Məsələn, musiqi sahəsində qalib olmuş bir şəxs həmin istiqamət üzrə qəbul oluna bilər. Lakin tibb universitetinə imtahansız qəbul nəzərdə tutulmur. Yəni, bu imtiyaz yalnız uyğun sahələrə aiddir və qaydaları da açıq şəkildə göstərilir. Digər bir məsələ isə məktəb daxili qiymətləndirmə ilə bağlıdır. Şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur. Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Bilirsiniz ki, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərdə tutulur. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Xankəndidə baş verən yol nəqliyyat hadisəsi zamanı Qarabağ Universitetinin tələbəsi xəsarət alıb, hadisə şəhərin mərkəzi meydanında qeydə alınıb. Hərəkətdə olan minik avtomobili motosiklet idarə edən Səid Allahverdiyevlə toqquşub. Nəticədə Səid Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə Səid Allahverdiyev Qarabağ Universitetinin menecment ixtisasının 2-ci kurs tələbəsidir. Tədris ili başa çatsa da o yay tətili dövründə Xankəndidə qalaraq kuryer kimi fəaliyyət göstərilmiş, faktla bağlı araşdırma aparılır. Ötən gün Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan 4 nəfərdən biri Məcidov Pərviz Zöhraboğlunun axtarışları hələ də davam edir. Onun atası bununla bağlı açıqlama verib və bildirir ki, sonuncu dəfə Pərviz dayısı Namiq Əzimov, həmçinin qohumları Elnur və Elmarla birlikdə dəniz kənarında kabab bişiriblər. Onlar spirtli içki qəbul etməyiblər. Bundan əlavə Namiqin 2 az yaşlı övladı da onların yanında olub. Yeməkdən sonra Elnur Məcidov qayalıq ərazidə dənizə girib. Bir müddət sonra boğulmağa başlayıb. Bunu görən azyaşlılar kömək üçün ataların Namiqə müraciət ediblər.
Dərhal Pərviz və Elmar Elnuru xilas etmək üçün suya giriblər. Lakin onlar da müvazinətlərini itirərək boğulmağa başlayıblar. Hər üç şəxsi xilas edəcəyi ümidi ilə Namiq də suya baş vurub. Nəticədə 4 nəfərin hamısı dənizdə boğulub. Onun atası Zöhrab Məcidov bildirib ki, 4 övladı var və Pərviz övladlarının ən böyüyü idi. Onun çox arzuları vardı. Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Daxili Xidmət Polkovnik Leytenantı Akşin Əlili bildirib ki, qurumun əməkdaşlarından ibarət 3 axtarış qrupu hazırda axtarış xilas etmə əməliyyatlarını davam etdirir. Onun sözlərinə görə ərazidə sualtı axınların müxtəlif istiqamətləri nəzərə alınaraq ətraf sulardakı xilas etmə məntəqələrinin dalğıc xilas ediciləri də axtarışa cəlb olunublar. Axtarış davam edir. Qaradağ rayon ərazisində evlərdən birinin qarşısından 2 ədəd mopedin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Qədirov və Baxşıyev müəyyən olunaraq saxlanılıblar. Keçirilən digər tədbir zamanı isə Sabunçu rayon ərazisində həyətlərdən birindən su nasoslarını oğurlamaqda şübhəli bilinən 25 yaşlı Miraşçenko da saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Bərdə rayonunda 50 yaşlı kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib. 1976-cı il təvəllüdlü Ramil keçmiş arvadı Səbinəni ona xəyanət etməsində, eyni zamanda ailəsinin dağılmasında, tək qalmasında və uşaqları ilə münasibətlərinin pozulmasında günahlandırıb. Qisas niyyəti ilə keçmiş arvadını öldürmək qərarına gəlib. 2024-cü il oktyabrın 3-də saat 8 radələrində qadının işlədiyi ticarət mərkəzinə gedib. Mərkəzdəki mağazaya daxil olan Ramil özü ilə gətirdiyi ov bıçağı ilə Səbinənin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Ümumilikdə 20 xəsarət alan qadının yerə yıxıldığını görən Ramil onun öldüyü qənaətinə gəlib və mağazadan çıxıb. Əraziyə toplanmış çoxsaylı insanların təcili tibbi yardım çağırması və həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Səbinə ilə arasında mübahisə qısqanclığa və bazarın müdirinə görə baş verib. Boşanmamışdan öncə Səbinəyə dedim ki, boşansın. Gəlib səni öldürəcəm, özümü də. Mənim üzərimdə həmişə bıçaq olub. Gəncəağır Cinayətlər Məhkəməsində aparılan iş zamanı Ramil 15 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının ciddi rejimli müəssisədə çəkilməsi müəyyən olunub. Azərbaycanda qadınların pensiya yaşı növbəti həftədən etibarən 6 ay artırılaraq 65-ə çatdırılır. Bəs kimlər ümumiyyətlə tez pensiyaya çıxa bilər? Millət vəkili Vüqar Bayramov bununla bağlı TNS TV-yə açıqlama verib, izləyək. Milli Məclisə büdcə müzakirələri zamanı təqdim etdiyim təkliflərdən biri də pensiyalar müəyyənləşdirən zaman yalnız kəmiyyət deyil, eyni zamanda keyfiyyət göstəricilərindən istifadə edilməsi ilə bağlı idi və bizim təklifimiz ondan ibarətdir ki, xüsusən də tək xanımların daha tez pensiya çıxması təmin olunsun. Söhbət güzəştli pensiya hüququnun tək xanımlara da şamil edilməsindən gedir. Çünki bəzi hallarda qadın vətəndaşlarımızın bir sıra hallarda xüsusən də müəyyən yaşı olur, yəni 60 yaş var məsələn, amma ona baxacaq övladı yoxdur və ya övladı yoxdur və ya yoldaşı yoxdur. Bu halda onların da biz düşünürük ki, daha tez pensiya çıxması məqsədə uyğun olardı. Ona görə yanaşmamız ondan ibarətdir ki, həm vətəndaşlarımızın daha tez pensiya çıxması təmin olunsun. Amma eyni zamanda xüsusən nəzərə alsaq ki, amma bütövlükdə pensiyaların hesablanması sistemi təbii ki, sosial ödənişlərə əsaslanır. Bununla da bağlı biz gender hesabatının müzakirəsi zamanı təkliflərimizi təqdim etdik ki, qadınlar və kişilər arasında əmək haqqı fərqi olduğuna görə qadınların pensiya yaşı tamam olan zaman onların pensiya kapitalı xüsusən misallara vurulsun və pensiya kapitalı artırılsın ki,
daha çox pensiya alma imkanlara malik olsun. Ona görə düşünürəm ki, xüsusən də qadın vətəndaşlarımıza münasibətdə keyfiyyət meyarlarından istifadə olunması daha məqsədə uyğun olardı. Bu, həm bəzi qadın vətəndaşlarımızın daha tez pensiya çıxmasını təmin edərdi. Eyni zamanda eləcə də qadın vətəndaşlarımızın pensiya məbləğlərində artımlarla müşahidə edilə bilər. İsmayıl rayonunda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, keçirilən tədbirlərlə əvvəllər analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marihuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə meşəli ərazidə gizlətdiyi müəyyən olunub. Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov da tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənək yolu aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Türkan qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəfəroğlu idarə etdiyi avtomobillə Türkan qəsəbəsində hərəkətdə olan zaman piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arifoğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada ölüb. Faktla bağlı araşdırma aparılır. Bugün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Azərişıq Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Yasamal rayon enerji təchizatı və satış idarəsinin ərazisində transformator məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10-dan etibarən 13:00-dək Zərgər Palan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzə Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq. Həmin tarixdə Nizami ərazisində də yerləşən RETS-də hər hansı bir təftiş işləri ilə əlaqədar olaraq fasilə yaranacaq. Saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər yüksək keyfiyyətli elektrik enerjisi ilə yenidən təmin olunacaq. TikTok sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə TikTok platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. O müvafiq qərarla inzibati qaydada həbs olunub. Və sonda sabah doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib. İmtahanlarda ümumilikdə 2351 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanının 1926 nəfər, fəlsəfə doktoru imtahanını isə 389 nəfər qeydiyyatdan keçib. İmtahanda 3 nəfər fiziki məhdudiyyətli namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Səhər saat 10:00-da başlayacaq. İmtahanın başlamasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar isə imtahana buraxılmayacaq. İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 23 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 182 nəzarətçi, 25 buraxılış rejimi əməkdaşı ayrılıb. Və bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər 10:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri bizdən xəbər alın. Sağ olun, salamat qalın.